Beni Sebat'ın tıklayın da. Tutkaç almıştım hemen özüme. Ben niye tutkaç işletmirəm? Of. Bu ne geçen çıktı? Teyze üzvə çox koymuşsan, mən az koymuşsan. Samalı. Qonaqlar biraz deyingen olur. Böyle otarsın ne kadar istəyir. Kızlar, evə xalça almışam. 50 manat aldım evə xalçanı. Oradan düz bura qədərdir. Elə qəşəngdir. Amma bilmirəm hardan. TikTokda qabağıma çıxdı. Sevər söndür gəl yeməyi ye. Sonra tırtıllayarsın. Ne? Kime değil ben eve gideceğim? Şimdi sevgilinle danışsan aşkım. Kime deyirsən gedəcəm evə? Bildim, yox, həyecanlanma. Deyirəm, kime deyirdin indi evə gedəcəm? Ona deyirdim. Bugün gel oku. Ha, pişiyin evdə təkdir. Bu ayı pişi, az yemək qoymuşsan ona. Ha, yüzüme pişirme yemek Ay istedim. Allah, ay Allah. On qab böyükdür. Korkuş eləyər, ay qarşı. Ay kızım, ben dünənləri sen bana deyəndə mən gəlmədim. O yeməyi zadı hazırladım ki, dedim. Dünən gəlməmsən, Şey, sən zakaz elədim. Sıra günü zakaz elədim, sonra gəldim dedim də. Dünən nə daqacı? Gələcəm evə. Probka dayansın, sonra git. Neçədə dayanır? Nə bilim, uşaqla probka neçədə dayanır? 9'da dayanacaq, o gec olur. Az nə 9, yox, 1, 11, 12. Deyirəm, yəni elə vaxta düş ki, probkaya düşmə. Təşəkkürlər. Gözdə çörək də verim sənə. Olsa indi bir şey deyil. Gel. Muşi kuşi tuşi sever. Muşi kuşi duşi sever. Öz saçındı, bəli, bəli. Bismillahirrahmanirrahim.
Onu bilmirəm. Ay qız utanla var hə. Mənə söz sıxır. Ad çəkmədən danış, Sevər. Kim var? Dinəm filan kəs mənə söz soxur. Ad çəkmə. Hə. Videosunu gördüm. Deyir kim ev aldı, kim müğənni oldu, kim belə oldu. Hə, nə olsun, deyir daha. Moğul. Heç nə, mən heç onun haqqında... 40 canlı var, ürəkli. Mən demirəm. Niyə burada deyirsən? Elə belə sənə dedim mən. Mənə demədin, nə canlıda dedin? Sən mənim canlımda deyirsən, öz canlımda demirsən heç vaxt heç nə. Onun öz canlı ödəyəm. Hə, qeyr öz canlımda dedə, yəni deyirəm. Mən sən Allah qana sal bax. Burada nə var ki, qorxuram bundan? Öz canlında de. Bəs də. Abi, mən qorxmam üstündən. Bizim də öz canlında de. Ay, dirəşi de. Nə deyim ki? Heç nə demədin, Sevər. Dedim məndən danışıb da. Sağ ol, çiməndə o küpürəkləri çıxart. İsti su ilə belə çıxacaq. Çünki bir az qalıb pis görsənir. Görüm, açılırsa salonu gedim, çıxartdırardım. Salonda. Özün çıxarda bilmirsən? Özüm çıxara bilmirəm ya. Qorxuram. Ev sənindir. Valla mən bilmirəm. Məndən qabaq bəziləri deyib ki, ev mənimdir. Hə? Hə. Eləsi var gedib deyib ki, evin yiyəsi evi buna ipoteka ilə verib. Bu çörək haqqı eşitirsən. Evi buna kiraya verib ipoteka ilə. Ayda da bu qədər verir. Elə bil evi bunun yanında vermişdi. İmzanı da qolu çəkmişdi. Mənim yerimə danışıblar uje. Sonra da canlıda soruşuram ki, sözü mənə deyirsən. Belə deyir, valla sənə demirəm, mən sənə deyirəm. Aleyküm əssalam. Kabab ola, aş ola ən sevdiyim yeməkdir də kartuşka qızartması. Ən çox da köhnə tavalar var, onda qəşəng qızarır da, möhtəşəmdir. Sevirəm kartuşka qızartmasını. Allah haqqa. Ərim evə gəlmir, cəhənnəmə gəlsin. Gəlməsin də başın diz, qulağın diz, boyu yerə soğum. Cərə gəlsin, cəhənnəmə gəlsin. Gəlib bir dənə qulağına nauşnik taxacaq, fikir götürüb səni. Qoy getsin onun bunun qulağına taxsın dana. Gəlmir, cəhənnəmə gəlsin, cərə gəlsin, hiç gələn gündə olmasın. Evə gəlir birdən, gəlmir birdən. Gəlir, iyili corabını atır ora, əmr eləyir, çay ver. Evdə bacısına söz deyə bilməyən bəzi oğlanlar arvadına əmr edir. Elə bil arvad evə qulluqçu gəlib. Adam deyər arvadı da olsa, xahiş edirəm bir dənə çay ver. İmkan varsa bir dənə çay ver. Əgər yorğun deyilsənsə yemək ver. Yemək nə var? Yemək nə var? Şahpulov. Mədəniyyət başqa bir şeydir. Onda qadın da yeməyi dadlı pişirir. Yoxsa kişi gələn kimi bədbaxt qızı qorxa-qorxa pişirir ki, bu dəqiqə gəlib bəzi kişilər var, qapır. Bu dəqiqə gəlib qışqıracaq yeməyi. O yeməyi də bədbaxt necə pişirir, söz də bilmir. Qorxudan. Anoreksiya xəstəliyi tuta-tuta. Salat yoxdur, deyil salat. Əlində xiyar yiyir, görmüsən xiyarı. Bu il inşallah Sevər verir yerə. Yaxşı bir oğlana, pullu, maşını olan bir oğlana. Nə danışsan sən də mən? Valla. Bu il səni verir yerə. Niyə elə danışsan? Pozğunçuluq deyirəm, ərə verirəm də. Pis söz deyirəm sənə, nə ilə danışıram? Verir ərəməni. Deyirəm, bu il ərə gedərsən də. Nə danışıram? Get canımız qutarsın da, daybala. Qəşəyə belə simpatik oğlan olacaq sənə. Nə şişirirsən? Valla Sevər çox boyu uzun qızlardan qəşəngdir. Sifətcə çox qəşəngdir.
Ne olar ki? O kadar hündür oğlanlar var ki balaca kız alır. Yanında böyle kinder kimi gəzdirir. Ne olar ki? Senden bir damda hündürdüler de ona. Oh, kızım yaxşı. Oynadar səni o Erkan şeyi necə oynadır? Qızın adı nədir az? Dicləni. Nətər Diclə bu boydadır. Erkan Dicləni nətər oynadır? Tullanır düşür, tullanır düşür. Erkan kimdir az? Sevdiğim sensin var orada. Erkan var, Dicləni tullayırsa. Neyse ben TikTok'a gelenden ki olardı yadda çıxardım. Heç kim izləmir. Sənin həyatın kinodur da, sən kinoya baxmaq ehtiyacın var. O boyda hayf. Sən əziyyət ver. Müğənni də oldun, halal olsun sevər. Bugün sabah toylara gitsən şaşırmayacağım. Gedərsən. Məsələn belə VIP kabinetlərə neçəyə gedərsən? Hə? Nasıl o? Pis mənada demirəm. Kabinetlərdə konsert olur. Elə deyirsən kabinetə getməyə ayıbdır. Görün camaat pis baxır. Camaat nəyə pis bax? Kabinetdə oturmamısan. Şeydə karaoke'da. Mənlə gedəndə oturmamışdın kabinetdə. Bu kabinet. Mahnı oxumuş. Bu kabinet nədir sevər? Hə, otururam. Ora nədir ki? Oteldir. Bəs niyə pis baxırlar? Sən belə nə elədin? Olur da bir də görürsən kabinetlərdə zətdə müğənniləri çağırırlar. Olmur uşaqlar özləri üçün müğənni çağırırlar, kimsə çağırırlar, konsert verirlər onlar üçün. Şərt deyil ki, toylara gedəsən. Neçəyə gedərsən məsələn? Ana uca fikirləşməmişəm. Orada pis nə var ki, onu pis başa düşürsünüz. Kabinet deyirlər də, ona kabinet demirlər. Nə deyim başqa? Ad günləri, hə, ay sağ ol. Allah haqqı görmüşəm, müğənnilər zatları çağırırlar, oxuyurlar, meyxanaçılar, müğənnilər. Elə biz 5-6 nəfər, istəyirsən qız məclisinə gedirsən, istəyirsən oğlan məclisinə gedirsən. Adam var deyir ki, mən qızlar olan yerə gələm, adam var deyir, mənim üçün fərqi yoxdur, qız oğlan. Banket də olsa restoranlarda var da, bu VIP, adi restoranlarda hər yerdə var da bu şey. Mən içərlər məni döyərlər. Kim içər səni döyər? Cəmaat xəstə zatdır. Bomuşxanaya gedirsən, içib səni döysünlər. Cəmaat sənə görə niyə özünü zibilə salır ki? Mən nə yazdım ora ki? Onu mən bilmirəm. Düzdür, abla. İcazə almalıyam cəmaatdan. Nəyi? Mahnını payı YouTube'a qoymaq üçün. Kimdən icazə almalısan? Müğənnidən? İcazə almalısan da verərək səni məhkəməyə. Deyirəm də Səidədən Ha. icazə alacağım. Onu yazıbam da. Aha mahnım düşdü deyəsən. Yeməli aşkım. Yox, düşməyib. Bunu da elə bilmiş. Şeymiş bu. Ay Allah, həqiqətən Fərdi öldürəcəm indi. Elə sözlər demə canlıda. Hələ baxmayım. Hə. Demə elə sözlər. Xahiş edirəm. Mənim canlı qurban olum. Səhifəm gedər. Yaxşı, demə. Onsuz da vot-votdayam. Nəysə uşaqlar, icazə ala sonra danışır. Harada qalmışdım müəllim? Aman, mən getsəm oxumağa zadada indi dəvət edəcəklər. Sən də gələrsən menejerim olaraq, gələrsən yanında qoruyucu. Ay qızım, Elə mən... özü çox yapardı nə biraz. O mənada yox. Düş aşağı. Zarafat mənasında Düş deyirəm, aşağı. Düş bala. aşağı aşkım. Puh. Sən mənə desəydin, heç xətrimə dəyməzdən. A, burada söz deyirsən, xətrimə dəyməz. Nə boyda söz demişəm sənə? Mən sənə pis Mən pis mənada demədim onu. Yox, canlıda niyə elə deyirsən o boyda? Mən sənə söz demişəm. Gülmək mənasında dedi, sən onu ciddi almışsın. Mən bəxtim heç səsin yanında yoxdur. Nəysə, bir deməyəm. Qızlar canlını paylaşın da. Oy, boğazımda qaldı.
Aşk türküleri kalar. Yazlar niye çözsüz gidiyorum? Salam salam. Görmürəm inşallah. Meyza necəsin aşkım? Bu kimdir bu sever? Yeni müğennimiz. Mən TikTok-çərəm. Mən nə müğənni? Ben niye okudun? Bu gün oxumuşam da. Ha müğenni değilsən. Mən müğənni gedirəm, indi oxumuşam deyə. Görə neçə dənə mahnım olsun. Meyzoşum, sağ ol aşkım, cibin dolu olsun. Gəlmə qaranlıq gecələr. Meyza gəldi, söz mahnı kişi bildirədi. Necəsən aşkım? Sağ ol, necəsən? Nə şey görsən sən amma? Sağ ol canım, çox sağ ol. Sən necəsən? Nə var, nə yox? Sağ ol, yaxşıyam. Yoxsa? Niyə Mən gülürsən? səndən bir xahiş eləmişdim. Mənim xahişimi niyə yerinə yetirməmisən? Hansı? Nəysə, deyərəm. Dua elə. Sən sevər. Yaxşıyam sən. Mən də yaxşıyam. Yox, bir dənə şey var idi, onu deyirdim. Allah qıyadımdan çıxıb Quran haqqı yazarsan. Az mənim başıma o qədər şey gəldi ki, suşum yerində qaldı ki, təzə-təzə özümə gəlirəm. Sən necəsən? Nə olub? Nə bilim, deyərəm. Sənə də yaxşı gələcəm Bakıya, görüşərik. Hər gün? Hə, gəl. Sağ salamat inşallah.